And when you shake someone's hand, make it firm but friendly. Aha, yəni kiminləsə sən əl verib görüşəndə shake hands, əl verib görüşmək. Əl sıxanda onu möhkəm, make it firm, but friendly, amma bunu dostcanlı şəkildə, mehriban şəkildə edin. Keep eye contact, smile naturally, and hold for about 3 seconds before letting go. Keep eye contact, yəni göz təması qurun, smile naturally, təbii şəkildə gülümsüyün, and hold for about 3 seconds before letting go. Let go, yəni getmək üçün buraxmaq, yəni icazə vermək ki, çıxıb getsinlər. Yəni onları buraxmazdan əvvəl təxminən 3 saniyə mehriban şəkildə göz təması qurursunuz və təbii şəkildə gülürsünüz. Leaning forward a little while someone speaks is also good because it can show interest. Aha. Deməli, leaning forward. Lean, yəni əyilmək. Kimləsə danışarkən biraz əyilmək də yaxşıdır. Because it can show interest. Çünki bu sizin marağınızı göstərə bilər. Yəni siz qarşı tərəflə maraqlanırsınız. Bunu göstərə bilər. You can even mirror small parts of the other person's posture or gestures to make the conversation feel friendly and natural. Aha, siz hətta mirror güzgü deməkdir, düzdürmü? Amma fiil kimi, yəni güzgü kimi göstərmək, belə deyək, təqlid etmək, yamsılamaq. Deyirsiniz, hətta qarşı tərəfin duruşunu və ya jestlərini biraz təqlid də edə bilərsiniz ki, söhbət niyə? To make this conversation feel friendly and natural. Daha dostcanlı, daha mehriban və natural, təbii görünsün. Confidence isn't only something you feel inside, it's something you can show with practice. Confidence. Özünə inam təkcə daxildə hiss etdiyiniz bir şey deyil. Isn't only something you feel inside, daxildə, içində. And as your body begins to look confident, your mind often starts to believe it too. Aha, və sizin bədəniniz özünə inamlı şəkildə görünməyə başladıqca sizin zehninizdə, your mind, beyninizdə, zehninizdə buna inanmağa başlayır. Mən də inanıram ki, bu mətn sizin üçün faydalı oldu. Çünki siz burada həm mətni görürsünüz, həm dinləyirsiniz, həm tərcümə halında görmüş olursunuz. Ona görə istədim ki, hər tərəfli sizə kömək etmiş olum.